Agrippo preparatının sponsorluğu ilə hava proqnozunu izləyirsiniz. Sağlam olun. Artıq soyuq dəmə və qrip zamanı dərmanlarla qidalanmağa ehtiyacı yoxdur. Çünki xəstəliyin bütün əlamətlərini aradan qaldıran yeni bir vasitə var. Avropa istehsalı olan Agrippo, qripə və soyuq dəməyə kəskin cavab. Salam, hər vaxtınız xeyir olsun, xoş gördük hər birinizi. Agrippo preparatının sponsorluğu ilə hava proqnozunu izləyirsiniz. Kəskin respirator xəstəliklər soyuq ayarın əsas problemidir. Agrippo preparatı soyuq dəymənin simptomları olan baş ağrısı, qızdırma, boğaz ağrısı, halsızlıq, əzələ, oynaq ağrıları, titrəmə kimi narahatlıqları qısa müddətdə aradan qaldırmaqla yanaşı, immuniteti artıraraq sağalmanı tezləşdirir. Agripponun digər üstünlüyü isə allergik fonla bağlı olan öskürək və burun axmasının qarşısını almasıdır. İstifadəsi çox rahatdır. Agrippodan istifadə edin və tez bir zamanda xəstəliklərdən azad olun. İndi isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən dekabr ayının 3-ünü aldığımız məlumatı hal-hazırda diqqətinizə çatdıracağım. İndi isə ayrı-ayrılıqda bölgələrimizin hava durumuna və temperaturuna nəzər salaq. İlk olaraq başlayaq Naxçıvan Muxtar Respublikasından. Ordu, Bax, Culfa, Naxçıvan, Şah, Buzda şəhərlərində havanın temperaturu gündüz saatlarında 11-16 dərəcə, gecə isə temperaturun -2 dərəcə kimi aşağı düşəcəyi bildirilir. Naxçıvanda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Yuxarı Qarabağ bölgəsinin hava durumuna nəzər salaq. Belə ki, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəydə havanın temperaturu gündüz saatlarında 10-15 dərəcə, gecə isə müsbət 4 dərəcədən -1 dərəcə kimi soyuq olacağı deyilir. Yuxarı Qarabağ bölgəsində də yağıntısız hava şəraiti hökm sürəcək. Qazax, Tovuz, Şəmkir, Göygöl, Goranboy, Ağdam, Füzuli, Cəbrayıl bölgəsində havanın temperaturu gündüz saatlarında 12-16 dərəcə, gecə isə 2-4 dərəcə arasında dəyişəcəyi gözlənir. Qərb bölgəmizdə də əsasən yağıntısız hava şəraiti müşahidə olunacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Quba, Xaçmaz, Qusar, Şabran, Xızır, Şamaxı bölgələrində havanın temperaturu gündüz saatlarında 6-15 dərəcə, gecə isə müsbət 4 dərəcədən -1 dərəcə kimi soyuq olacağı deyilir. Bu bölgələrimizdə də yağıntısız hava şəraiti müşahidə olunacaq. Mərkəzi Aran bölgəsində Mingəçevir, Biləsuvar, Ağdaş, Sabirabad, Göyçay, Şirvan, Yevlax, Salyan, İmişli, Ağcabədi, Kürdəmir və Zərdab. Bu ərazilərimizdə havanın temperaturu gündüz saatlarında 13-16, gecə isə 2-5 dərəcə arasında dəyişəcəyi gözlənir. Mərkəzi Aran bölgəsində də yağıntılı hava şəraiti müşahidə olunmayacaq. Cənub bölgəmiz olan Masallı, Lənkəran, Astara, Lerik yardımlı bölgəsində havanın temperaturu gündüz saatlarında 13-17 dərəcə, gecə isə 5-7 dərəcə kimi isti olacağı deyilir. Cənub bölgəmizdə də yağıntısız hava şəraiti hökm sürəcək. Gəncə şəhərinin hava durumuna nəzər salaq. Belə ki, Gəncədə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər saatlarında zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, havanın temperaturu gecə 3-5 dərəcə, gündüz isə 16-14 dərəcə isti olacağı deyilir. Bakıda və Abşeron yarımadasında, Sumqayıtda havanın temperaturu gündüz 16 dərəcə, gecə isə 6 dərəcə isti olacağı deyilir. Sumqayıtda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxtımıza gəlincə isə Bakımızda dəyişkən buludlu olacağı deyilir. Gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənir. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacağı deyilir. Mülayim cənub-qərb küləyi əsəcək, atmosfer təzyiqi normadan yüksək 764 mm civəsini təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75% olacaq. Havanın temperaturuna gəlincə isə Bakıda gündüz müsbət 17 dərəcə, gecə isə müsbət 5 dərəcə isti gözləyir bizi. Belə, Agrippo'nun sponsorluğu ilə hava proqnozundan xəbərdar oldunuz. Sağ olun, salamat qalın. Bir də ki, hava necə olur olsun, fərq eləməz. Əsas odur, sizin havanız hər zaman gözəl olsun. Hələlik! Agrippo preparatının sponsorluğu ilə hava proqnozunu izlədiniz. Sağlam olun. Artıq soyuq dəmə və qrip zamanı dərmanlarla qidalanmağa ehtiyacı yoxdur. Çünki xəstəliyin bütün əlamətlərini aradan qaldıran yeni bir vasitə var. Avropa istehsalı olan Agrippo, qripə və soyuq dəməyə kəskin cavab.